mənim seks səhnələrimi çəkiblər. Mən bunu dilə gətirmək üçün 2 ay cəsarət toplamışdım. İlham Əliyev mənə cavab verməlidir ki, niyə mənim o dəmir burnunu mənim yatağıma salıb? Sən dəlisən, nəsən, Mehman o boyda sınaqlardan çıxan adamdır da. Məni zorlamaqla təhdid eləyiblər. Həyəcana düşmüşəm, demişəm, vay Allah, neyim? İlham Əliyev mənə həyatı öyrədir. Mən bəlkə deyərdim ki, davay da mən siz tərəfə keçirəm, malalayaram. Bunlar Mehmanın seks təhlükəsizlik xidmətindən məşğul olan adamlardır da. Yəni bir insanı sındırmaq üçün, məhv eləmək üçün hər şey eləyiblər, amma mən oradan üzü ağ çıxmışam. Ay cəhənnəm, Ramiz Mehdinin üstünə atardılar da, düzdür? Mehman, salam. Xoş gördük. Bilirsən də son dövrlərdə Azərbaycanda jurnalistlər həbs olunur, amma bu azmış kimi xaricdə də bir neçə jurnalistə və blogerə qiyabi həbs qoyulub. Bununla bağlı sənin fikrin nədir? Nə baş verir ümumiyyətlə? Azərbaycan hökuməti bununla bağlı nə demək istəyir? Bununla bağlı ilk öncə onu bildirim ki, xaricdə yaşayan blogerlər, jurnalistlərə qarşı cinayət işi açılıb, bəzilərinə hökm oxunub, amma həmin siyahıda bir Mehman Hüseynov yoxdur. Və mən buradan da düşünürəm ki, İlham Əliyevin mənə qarşı xüsusi bir planı var və xüsusi bir nəsə hazırlayır. Ona görə də mən o siyahıda hələ ki yoxam. Amma niyə bu addımları atırlar? Bu açıq aydın görmək olur ki, İlham Əliyev ölkədə xof yaradır, qorxu yaradır və İlham Əliyev cəmiyyətə göstərir ki, baxın, xaricdə və ölkədə əlim çatır, cinayətçi açıram, axtarışa verirəm, cinayət məsuliyyətinə cəlb eləyirəm. Bu hamısı hesablanıb daxili auditoriyaya, yəni kənddə, rayonda yaşayan insanlara onlar baxır, onlar ictimai televiziyada, ASTV-də baxırlar ki, Qənimət Zahidi, Qabili, Altay Göyüşovu, Ərəstin Oruclunu axtarışa veriblər, istintaqa cəlb eləyirlər. Hələ plus bütün sosial şəbəkələrdə, yəni troll sosial şəbəkələrdə bir kampaniya gedir ki, həmin o adamları gətirəcəyik də. Baxın, biz Qarabağ müharibəsindən sonra demişdik axı ki, Arayki və digər bu separatçıları gətizdirəcəyik və s. İndi həmin o kampaniyaya gedir güya bu jurnalistləri də gətizdirəcəyik, blogerləri də gətizdirəcəyik. Amma mən düşünürəm ki, bu mümkün olası bir məsələ deyil. Sadəcə İlham Əliyev yenə deyirəm ki, qorxu, xof yaradır ölkədə və beləcə vaxtı udur, beləcə xalq qazanır. Amma biraz əvvələ gələk. Məsələn, ilk vaxtlarda belə deyək də söyüş blogerləri kimi tanıyan insanlara qarşı açılmışdı bu cinayət işi xaricdə yaşayan. Və onda elə bir təəssürat yaratmaq istəyirdilər ki, sanki heç də insanların, nə bilim, rəğbətini qazanmayan, heç doğru düzgün jurnalistiklə məşğul olmayan adamlara qarşı idi bu və insanlar da buna çox normal yanaşacaqlar. Amma söhbət Qənimət Zahiddən gedəndə, məsəl üçün Altay Göyüşovdan gedəndə sanki bir balaca vəziyyət dəyişdi. Bir balaca vəziyyət dəyişdi. Siz, mən misal üçün kənardan baxıram və özüm üçün nəticələr çıxardıram. Yəni, məsələ odur ki, bax, bu mən sizə izah edeyim. Mən həbsxanada olmuşdum. Həbsxanada həbsxana rəisi var idi. Həbsxana rəisinin üzünə sən söy, heç nə eləməyəcək sənə qarşı. Sən ki, başla həbsxana rəisinin o həbsxananın içində olan korrupsiyasını araşdırmağa, onun maliyyəsini, haqq hesabını araşdırmağa, sən olsan bir nömrəli düşmən. Yəni, bu məsələdə də mən də eyni şeyi görürəm ki, İlham Əliyevi söy və ya başqa bir məmurları söy, təhqir elə, onlar biraz buna göz yuma bilərlər. Sən başda İlham Əliyevin korrupsiyasını araşdırmağa, ona qarşı sanksiyaları tələb etməyə, onun belə deyək də, iqtisadi maxinasiyalarını araşdırmağa, Sibrizdəki korrupsiyanı araşdırmağa,
sən o baxmır da, yəni sən söysən, söymürsən. Sən ki o nöqtələrə toxunursan, o başa düşür ki, artıq Altay Göyüşov da, Ərəstun Oruclu, Qənimət Zahid, söyüşən, söyməyənlər artıq problem yaradır ona. Çünki İlham Əliyevin bir istəyi var. Ölkədə hamı ağzını yumsun, heç kim danışmasın, xalqı aldatmaq üçün əlində telekanallar var, əlində qəzetlər var və o istəyir ki, hamı sussun, danışmasın, sosial şəbəkələrdə hamı onu tərifləsin, onun korrupsiyasını heç kim araşdırmasın. Məhz ona görə də, yəni İlham Əliyev üçün maraqlı deyil, Mehman söyür və ya Qənimət söymür. O başa düşür ki, Qənimət və ya Altay Göyüşov və ya digərləri bunun iqtisadi korrupsiyasını araşdırmağa başlayır və ya yazır. Altay Göyüşov misal üçün video çəkmir də, amma yazır, onu oxuyurlar və İlham Əliyev də başa düşür ki, bu problemdir. Bu problemdir və ona görə deyir ki, elə açaq, həm də xof yaradaq, qorxu yaradaq və beləcə vaxt udur da, yəni. Amma belə başa düşdüm ki, sən inanmırsan ki, bununla, yəni bu qiyabi həbslərlə xaricdə yaşayan jurnalistləri, blogerləri və yaxud başqa fəalları susturmaq mümkün olsun. Mümkün deyil. Bu beynəlxalq hüquqa ziddir ən azı. Çünki həmin o adamlar ölkədən çıxıblar və başqa ölkəyə sığınıblar. Niyə? Çünki İlham Əliyev onları ölkə daxilində də repressiyalara məruz qoyub və ona görə də bunlar məcbur olub başqa ölkədə sığınıblar. Yəni beynəlxalq hüquqa bu ziddir bu addımlar və ona görə də yəni onları gətirmək mümkün olmayacaq. Bir çıxış yolu var. Misal üçün siz son vaxtlar sosial şəbəkələrdə baxsanız, İlham Əliyevin bir şəxsi, məni, başqa blogeri susturmağın bir yolu var, o da siyasi qətl. Necə ki biz bunu görmüşük Elmar Hüseynovun nümunəsində, Vidadi İskəndərli var idi. Mən sizə deyə bilərəm, Məhəmməd Mirzəli var idi, Fransada hücum olunub, amma sağ qalıb. Yəni İlham Əliyev, mən düşünürəm ki, buna da əl atmağa qadir olan bir adamdır. Yəni buna gedəcək, gedib və bu hakimiyyəti üçün pullarına görə, öz ailə sərvətinə görə bunu mən düşünürəm ki, edəcək. İndi keçək əsas mövzuya. Məsələn, bu gün səninlə görüşməyimizin əsas məqsədi əslində var idi. Səndə vəziyyət necədir? Sən bütün bu hazırda xaricdəsən, Bakıda yaşamırsan. Bakıda deyiləm. Mənim vizalarım var və bütün ölkələrdə mən sərbəst giriş, çıxış edə bilərəm. Azərbaycan pasportundanam, gəzirəm. Və sənə yenə də qayıdaq o məsələyə, başqa jurnalistlərdən və blogerlərdən fərqli olaraq sənə qarşı cinayət işi açılmayıb bildiyim qədər. Mən də onu qeyd eləmişdim ki, mənə qarşı cinayət işi yoxdur. Görünən odur ki, İlham Əliyev mənə qarşı bir xüsusi plan hazırlayır və bizim də, mən də gözləyirəm. Səni bu nəticəyə gətirən səbəbi nə oldu? Niyə bu qərara gəldin? Bu qərara gəldim çünki son vaxtlar sosial şəbəkələrdə, fake profillərdə, TikTokda, Instagramda en qədər mənim haqqda videolar yayılıb ki, Mehman Hüseynov öldürülüb, Mehman Hüseynovu qətlə yetiriblər. Belə saxta informasiyalar dolaşır. Və sizə onu da qeyd edeyim ki, mən özüm şəxsən ölüm təhdidləri almışam. Bu nə vaxt olub? Bu olub elə bu yaxınlarda. Bu yaxınlarda və amma yenə deyirəm ki, sosial şəbəkələrdə bu propaganda sanki ictimai fikri düzgün yönəltmək üçün və ya ictimai fikri öyrənmək üçün bu hesablanıb və sosial şəbəkələrdə hal-hazırda o propaganda gedir ki, Mehman Hüseynovu öldürüblər. Mən TikToka, Instagrama şikayət yazmaqdan bezdim ki, bu saxta xəbərdir. Mən sağlamam, ayaq üstəyəm
fəaliyyətimi davam elətdirirəm. Amma cinayət işi yoxdur. Yəni danışan bütün adamlara, yəni xaricdə və ölkə daxilində danışanları həbs eləyir. Kimi həbs eləyə bilmir, axtarışa verir, cinayət işi açır. Bir mən o siyahıda yoxam. Tamam. Ölkədən çıxandan sonra şantaj olunmağınla bağlı, yəni danışa biləcəyin qədər danışmağı da istəyərdim. Çünki bilirəm ki, şantaj da olunmusan və bu da yəni yaxın zamanların söhbətidir. Yaxın zamanların söhbətidir və misal üçün siz bilmirəm fikir vermisiniz ya yox. Mən son dövrlər daha sərt kontent yaratmağa başlamışam. Daha sərt çıxışlar etməyə başlamışam. Və buna bir səbəb var. Bu səbəbi mən düşünürəm ki, ilk dəfə sizin efir vasitəsilə səsləndirirəm. Bu aylardır mənim içimdə idi, daxilimdə idi. Bunu bölüşə bilmirdim. Amma indi bölüşmək vaxtıdır. Məsələ odur ki, Səvdə xanım, mən bilməm, siz haçansa belə bir şeylə rastlaşmısınızmı ki, hansısa bir siyasi fəalın, jurnalistin atası, valideynləri, ailə üzvləri məhz həmin o siyasi fəalın seks kasetləri ilə şantaj olunsun. Belə bir nümunə siz xatırlayırsınızmı? Yəni, belə bir şey mümkündür ümumiyyətlə. Və siz bununla qarşılaşdınız? Mən bununla qarşılaşmadım. Mən bunu yaşadım. Məsələ odur ki, bir neçə ay bundan qabaq mənim Bakıda olan ailə üzvlərimi oğurlayıblar. Oğurlayıblar necə? Yəni, gecəykən başlarına torba keçiriblər və onları aparıblar hansı qaranlıq otağa. Qaranlıq otaqda bunların maskalarını çıxardıblar. Söhbət konkret mənim qardaşımdan gedir. Ortancıl qardaşım və valideynim də olub. Bunların qabağına, bax biz studiyadayıq, mənim üzümə necə işıq vurmusunuz. İşıq vurublar, insanlar bundan maskada danışıblar, qarşısına televizor qoyublar və həmin televizorda nə olsa yaxşıdır. 2019-cu ildə mən həbsdən azadlığa çıxanda, 2019-cu ildə Mehman Hüseynov martın 3-ü azadlığa çıxıb. Qəhrəman kimi çıxıb, mən orada döyüşmüşəm. İlham Əliyevi məcbur elətdirdim ki, məni azadlığa buraxsın. Bunu xalq tələb eləyib, bunu beynəlxalq təşkilatlar tələb eləyib. Və mən həbsxanadan qəhrəman kimi. Çünki azadlıq müddətinin bitməsinə rəğmən yeni cinayət işi açmışlar və ikinci cinayət işi İlham Əliyevin planı dağıldı. Və ondan sonra İlham Əliyev başladı rayonlarda məktublar toplamağa, insanlarla görüşməyə. Yəni mən həmişə demişəm ki, İlham Əliyev gəlib o rayonlarda məktub toplayırdısa, onu Mehman Hüseynova görə toplayırdı ki, çünki imici zədələnib, plana uyğun getməyib işləri. Martın 3-ü 2019-cu ildə mən çıxdım. Mən öz evimə gələndə sən demə mənim otağıma xüsusi xidmət orqanları kamera qoyublar. Və 2019-cu ildən mən deməli tərk eləyənə, yəni Bakıdan çıxana qədər, bir neçə ay bundan qabaq, ona qədər bütün mənim otağımda, evimdə baş verənləri çəkiblər. Otaq dediyin yataq otağı. Yataq otağı. Mənim misal üçün sevgilimlə yataq səhnələrini və ya mən evimdə studiya açmışdım, çəkirdim. Studiya, nə iş görürəm, Mehman nə yeyir, Mehman nə içir, Mehman kimlə yatır, Mehman tualetdə nə yeyir, Mehman nə vaxt üzünü qırxır. Yəni bütün bu prosesi çəkiblər. 6 il ərzində. 6 il ərzində yox da, yəni 2019, 2024, 5 il. 5 il ərzində çəkiblər. Və elə olub ki, mən açıq bunu deyəcəm,
mənim seks səhnələrimi çəkiblər. Yəni mən subayam, cavanam və buradan bildirmək istəyirəm ki, bu seksdən təbii bir şey heç nə yoxdur da. Bu mənim şəxsi həyatımdır. Bunu heç kim müzakirə apara bilməz, bunu heç kim kameraya çəkə bilməz və bunu ümumiyyətlə dövlət edə bilməz. Amma bunu çəkiblər və qardaşına və atana Bunu çəkiblər. Bunlar çəkiblər. Gətiriblər, qoyublar evdəki ailəmin qabağına və deyiblər ki, siz Mehman Hüseynovla danışmalısınız, bütün sosial şəbəkələrdən uzaqlaşmalıdır, sağollaşmalıdır, jurnalistika fəaliyyətinə və digər fəaliyyətlərinə son qoyulmalıdır. Və belə deyiblər ki, siz məsələni Mehmanla həll eləməlisiniz. Kim eləyib? Maraqlısı odur ki, qardaşım görməyib, üzləri görməyib. Yəni heç bir formada da Bilinmir. işarə eləməyiblər, Yox. elan vurmayıblar, kimdilər? Qardaşım görməyib ki, bunlar kimdir. Və qardaşım bilmir ki, bunu kim eləyib, bunu kim çəkib. Amma mən bilirəm. Biz 2010-cu illərə qayıtsaq və ondan sonraki belə şantaj kasetlərinə bəzi jurnalistlərə qarşı olub, bəzi siyasətçilərə qarşı bu olub. Bəli. Və biz elə həmin dövrdən biz araşdırmışdıq ki, bu məsələlərin arxasında kimlər dayanır? Daxili İşlər Nazirliyi mi dayanır, yoxsa Dövlət Təhlükəsizlik Xidməti dayanır? Və qərar olundu ki, bu seks şantajı ilə, seks şpiyonajı ilə məşğul olan tək bir qurum var. Əvvəllər bu Milli Təhlükəsizlik Nazirliyində bir qurum idi, indi isə Dövlət Təhlükəsizlik Xidmətinin. Orada ümumiyyətlə dövlətin təhlükəsizliyindən söhbət getmir də. Bunlar Mehmanın seks təhlükəsizlik xidmətinlə məşğul olan adamlardır da. Yəni bu qədər sadə. Dövlət Təhlükəsizlik Xidmətinin daxilində bir departament var, bir şöbə var, hansı ki siyasi şantajla məşğuldur, hansı ki siyasi fəalların, jurnalistlərin, siyasətçilərin seks kasetlərini çəkir və sonra da həmin o adamları şantaj eləyib, qıdıqlarına girib, ya əməkdaşlığa dəvət edirlər, ya da ki susdururlar. Mən doğru başa düşdüm sənin sözlərindən ki, sən əminsən ki, bu tək sən deyilsən və kamera quraşdırılan evlərində daha çox adam var. Əlbəttə ki, bu qeyri-şübhəsiz. Mən başa düşdüm ki, Dövlət Təhlükəsizlik Xidməti bu aylar ərzində, yəni bu illər ərzində, bu hələ bilinən şeydir. Mən onu indi bax sizin kamera vasitəsilə deyirəm ki, mən bunu dilə gətirmək üçün 2 ay cəsarət toplamışdım. Mən özümü toparlamışdım ki, yəni mən sizə əmin edirəm ki, başqa jurnalistlərə də ola bilsin ki, bu cür şantaj yollar olunub və onlar utanıblar və ya qorxublar və ya o şantajın qurbanı olublar, susublar. Amma Mehman Hüseynov nə seks kasetlərə uyan adamdır, nə böhtanlara, nə şərlərə, nə mənim ümumiyyətcə heç nədən qorxacağım yoxdur. Nə həbs, nə seks kasetlərin, nə şantaj. Mehmanı susturmaq üçün bir yol var, siyasi qətl. Misal üçün, niyə deyirəm onu? Çünki insanlar bəzən deyir ki, Mehman, niyə sən bu qədər açıqsan, niyə sən bu qədər cəsarətlisən? Qorxacağın heç nə yoxdur. Yox, Mehman Hüseynovun qorxacağı heç nə yoxdur. Qorxacağım var idim, anamı öldürdülər. Atam qalıb, istəyirlər öldürsünlər, istəyirlər. Nə istəyirlər, ondan istəyirlər. Ortancıl qardaşım qalıb, istəyir onu şapatlasınlar, qapazlasınlar, öldürsünlər. Vecimə də deyil. Mehman bu həyatda təkdir. Mənim üçün müqəddəs heç nə yoxdur. Nə bilim, ata ocağı, qardaş ocağı mənim üçün müqəddəs heç nə yoxdur. Allah məni qoruyur.
bu qədər. Yəni mən biraz- harda çökdüm, ürəyim dayandı, yatdım, öldüm, bu qədər. Sadəcə biraz sənin o bayaqki biraz anlayıram həyəcanlı nitqini belə yumşaltsaq, belə demək olar ki, hər özünə görə cavab deyildi. Məsələn, sənə xoş gəlməyən burdakı vəziyyət odur ki, sənin qardaşını və atanı sənə görə incidiblər. Bu gecəyə qayıtmaq istəyirəm. Sənin yəqin ki, onlar sənə məlumat veriblər ki, belə bir şey var. Mənə məlumat veriblər ki, Aha. çəkiblər, seks səhnələrim var, evdə nə etmisən, nə içmisən. Mən dedim ki, lap gözəl. Mənim cavabım bilirsiniz nə oldu? Mən dedim ki, bu Dövlət Təhlükəsizlik Nazirliyi milyonları bekara şeylərə xərcləyir. Və onu da qeyd edim ki, onun davamını gətirəcəm. Dövlət Təhlükəsizlik Nazirliyində bu şöbə İlham Əliyevin icazəsi olmadan bu işlərlə məşğul ola bilməz. Yəni, Əlin Ağayev komissiya qurur ki, Mehman Hüseynovun yatağına kamera qoymalıyıq. Bu onun şəxsi qərarı ola bilməz. Şəxsi tapşırığı ola bilməz. Əlin Ağayev yalnız İlham Əliyevlə məsləhətləşib Mehman Hüseynovun yatağını çəkə bilər və İlham Əliyevlə məsləhətləşib Mehmanı şantaj edə bilər. Bu öz fəaliyyət ola bilməz. Onu da qeyd edeyim ki, Vilayət Eyvazov nə qədər rüşvətə meyilli olsa da, nə qədər belə deyək də, mundar işlərlə məşğul olsa da, Vilayət Eyvazov o səlahiyyət verilməyib ki, sən seks şpiyonajla məşğul ol. Bu çirkin işi görən yalnız Əlin Ağayevdir, yalnız DTX-nın nəzarətində olan bir şöbədir. Yəni bu işi heç polisə tapşırmayıblar da, başa düşürsünüz? İndi gəlirik mənim məsələmə. Deməli, buna qoyublar qardaşımın qabağına, deyir, çəkmişik, Mehmanla danış ki, su sağacaq. Bu mənə deyib, mən demişəm ki, mənim cavabım oldu ki, DTX-nın işi gücü yoxdur. DTX bunu gizlin kamera ilə çəkib. Amma İlham Əliyev və Əlin Ağayev mənə müraciət eləsəydi, mən öz seks səhnələrimin, kasetlərimi 4K və HD formatında təqdim eləyərdim Dövlət Təhlükəsizlik Nazirliyinə. Bunu mənə göndərirlər, mənim səhnələrimi keyfiyyətsiz şəkildə. Mən deyirəm ki, ay sizin başınız boşdur, mən bunu istəyirsinizsə daha yüksək keyfiyyətlə yayım da. Yəni bu mənim üçün problem deyil də. Siz Mehman Hüseynovu seks kasetlə susturmağa düşünürsünüzsə, bu ən böyük, yəni ən böyük səhv ola bilər də. Bu ümumiyyətlə Mehman Hüseynovu susturmağa seks kaseti səbəb ola bilməz. Bunu olur, mən qardaşıma deyirəm ki, getdi həmin adamlara ki, Mehman susmayacaq, mən daha sərt ritorikaya keçəcəm və nə İlham Əliyevin ailəsi, nə Əlin Ağayevin, nə Vilayət Eyvazovun arvadı və digərləri mənim üçün, mən demişəm də, mənlə hansı dildə danışırlarsa, Mehman 10 qat elə bir dildə onlarla danışa bilər. Yəni mənim üçün, yenə deyirəm ki, itirəcəyim heç nə yoxdur. Bunlar bu addımı atıblar, mənə qardaşım zəng eləyib, mən dedim ki, heç bir söhbət gedə bilməz. Bir söhbət gedə bilər ki, İlham Əliyev mənə cavab verməlidir ki, niyə mənim o dəmir burnunu mənim yatağıma salıb, niyə İlham Əliyev mənim yatağıma girib, niyə İlham Əliyev illərdir Əlin Ağayevlə birləşib mənim yatağımı çəkib, evimi çəkib. Niyə? Səbəb nə ola bilər? Misal üçün, gəlin daha belə maraqlı söhbət eləyək də. Bir insan, bax, İlham Əliyev, indi deyirlər ki, bu müzəffər qalib, müzəffər lider, Əlin Ağayev, milyonları var, gücü var. Bir insan, bir hökumət, bir dövlət niyə Mehman Hüseynovun yatağını çəkə bilər? Bax, siz mənə bir dost kimi deyə bilərsinizmi ki, bir insanın yatağını hansı səbəbə çəkmək olar? Yəni, niyə çəkmək olar? Mən deyirəm ki, bu mənim şəxsi işimdir də. Yəni, mənim seks yatağım mənim şəxsi işimdir. Bunu nə İlham Əliyev üçün maraqlı ola bilər, başqa orqan. Bu heç kim maraqlı olmamalıdır. İlham Əliyev bu maraqlıdırsa, mən deyirəm ki, gəl sənə bunun yüksək keyfiyyətli videoları təqdim eləyim.
Mən də sənin dərdini bilim də. Yəni məsələ belə həll olunmalıdır. Yoxsa ki, gələ bu seks kaseti get mehmanla və bunu mən dədəmə göstərdilər, qardaşıma göstərdilər. Və deyiblər ki, get mehmanla danış. Mehman dedi ki, heç bir danışıq yoxdur. Yaysınlar və görək də. Yəni onlar da yaysınlar, mən də mənim əlimdə olan. Tamam. Mən də o əlimdə sənin. Məndə məsəl üçün prezidentin, nazirin seks kasetləri yoxdur. Amma mənim əlimdə o var ki, Bala İlham Əliyevin oğlu Balaca Heydər o 2018-ci ildən 19-cu dövrə güya əsgərlikdə olan vaxtı hansı Şengen ölkəsinin dəniz qırağında dincəlirdi. Bax, məndə o görüntülər var. İlham Əliyev 10 milyonluq xalqa yalan danışıb ki, mənim oğlum əsgərlikdədir. Onun oğlu Bala Heydər Əliyev bir gün belə əsgərlikdə olmayıb. Onun çəkilişlərini qardaşım Emin Hüseynov onu izləyib, böyük komanda ilə izləyib, dronla çəkiblər və bunu yəqin bu yaxınlarda mən bir belə araşdırma edib ortaya qoyacağam. Bax, bunu qoya bilərəm. Çünki müzəffər lider xalqımızı aldadıb və bu yalan bağışlanılmır. Amma insanları belə şəxsi yatağına girib onu şantaj etmək, Mehman Hüseynov bu keçərli deyil. Kimin üçünsə keçərlidir, kimsə hansısa aktivist susa bilər, qorxa bilər. Mən qorxmuram və mən ilk dəfə ki, bunu sizin efinizdə deyirəm ki, niyə Mehman Hüseynov sərt reaksiya keçib və səbəbi budur. Bir anlıq da olsa düşündüm. Məsələn, çünki deyirsən ki, 2 ay ərzində hardasa nəsə belə bir şey yaşadın ki, bu haqda danışırmı, danışmayım. Bu haqda bu qədər uzun müddət danışmamağın səbəbi ola bilərdimi ki, bütün hallarda yenə də düşündün ki, söhbət təkcə səndən getmir. Bakıda yaşayan ailə üzvlərin var və onlar üçün problem yarana bilər. Problem yarana bilər. Mən demişəm də, mənim üçün müqəddəs heç nə yoxdur. Kimin üçünsə problem yaradırlarsa, mənim vecimə deyil. Yəni, ailə üzvlərinə söhbət gedir. 2 ay, mən sizə daha açıq deyim. Mən dedim ki, ay qardaşıma dedim ki, get polis bölməsinə şikayət elə və Vilayət Eyvazov araşdırsın ki, Mehman Hüseynovun yatağına kameranı kim qoyub, ümumiyyətlə bu cinayəti kim törədib. 5 il çəkiblər. Bunu dedilər ki, biz araşdıra bilmərik. Ondan sonra qardaşımı aparırlar prezident aparatına. Gedir orada, görüşür Fuad Ələsgərovla. Fuad Ələsgərov o boyda Müzəffər Dəmir Yumruq İlham Əliyevin köməkçisidir. Fuad Ələsgərov mənim qardaşıma deyir ki, ged mehmana denən ki, o sənə kasetləri göstərənlərin dediyini eləsin. Təsəvvür edirsiniz siz belə bir şeyi. Dövlət terrorunun miqyasını başa düşürsünüz siz. Yəni bunlar deməyiblər ki, biz çəkməmişik. Biz belə bir şey eləməmişik. Ruslar eləyib, Ramiz Mehdiyev eləyib. Ay cəhənnəm, Ramiz Mehdiyevin üstünə atardılar da, düzdür? Deməyiblər. Deyiblər ki, gel mehmana denən ki, yaxşı olacaq. Deməli, kasetlərlə razılaşsın, mumsun, getsin. Mehman, bəlkə sənin üçün biraz ağırlı olan bir mövzuya toxunmaq istəyirəm. Bu haqda danışmaq istəyəcəksənsə, bilmirəm. Ananın qəbrinin... Bəli. Və bütün o şeylərini danışacağım. Bunlar baş verir. Deyirlər ki, biz araşdırmırıq. Daxili İşlər Nazirliyi boynundan atıb. Təsəvvür edirsiniz, polisə problem olanda deyirlər, polisə sığınırsınız. Mən dedim də polisə araşdırın ki, və mənə cavab verin, ay Vilayət Eyvazov, mənim evimə görüntünü kim qoyub, kameranı kim qoyub, məni kim çəkib? Mən artıq bilirəm, mənim araşdırmam nəticəsi onu göstərir ki, bunu Vilayət Eyvazov çəkməyib. Çəkən başqa qurumdur, Əlin Ağıyevdir. Amma Vilayət Eyvazov da özündə cəsarət toplamalıydı, ən azı görüntü üçün deməli, araşdırmalıydı. Bunu araşdırmayıblar.
Deyiblər ki, get mehmana deyim. Mən deyim ki, Dayandırmayacağam işi. dayandırmayacağam, yayın. Daha da sərtə keçəcəm. Və ondan sonra İlham Əliyevin o xislətini mən tanıyıram axı. İlham Əliyev misal üçün necə bir adamdır? Mən bilirəm də o. İlham Əliyev necə bir adamdır? İlham Əliyev onu hakimiyyətə gətirən Ramiz Mehdiyevi, onu hakimiyyətdə saxlayıb qoruyan Bəylər Eyübova xəyanət edən adamdır. Yəni bu Ramiz Mehdiyev bunu hökuməti təhvil verib. Bu onu insan dar məqama düşür də, yəni pulsuzluğa düşür. Dövlət büdcəsində pul qutaranda bu ən yaxın ətrafını qıdaza verib. Hə də deyib ki, bəylər nədir, məni qoruyub. Dava pul kimdə varsa gətirsin. Yəni insan İlham Əliyevin xisləti budur. İlham Əliyevlə heç vaxt danışığa getmək olmaz. İlham Əliyevlə heç vaxt əməkdaşlığa getmək olmaz. O atan da, yəni söz varsa, İlham Əliyev söz verirsə, bil ki, o hansı məqamda səni atacaq. Yəni İlham Əliyev desə ki, ay nə bilim, bu gün kimdir onu? Kimi? Emin Ağalarov gözəl biznesmendir, Sibrizi tikir. Mən əminəm ki, elə bir məqam gələcək ki, İlham Əliyev düşünmədən Emin Ağalarova qarşı cinayət işi açacaq. Yəni bu belə bir adamdır. Və burada da eyni bir şey baş verib ki, nə heç kim Mehman Hüseynovun evinə kim kamera qoyub onu araşdırmayıb, nə dövlət inkar eləyib, heç nə olmayıb. Ondan sonra artıq İlham Əliyev deyib ki, dozasını biraz artırın. Və onlar gördülər ki, bu işləmədi. Və sən kontenti Davam elədi. davam eləyirsən və eyni ritorika ilə, eyni sərtliklə. Əvvəl mənim baxışlarıma gəlirdi 100 min, indi milyonlarla baxış gəlir. İlham Əliyev mənə həyatı öyrədir ki, necə sən daha belə effektiv ola biləsən. Mən öz gücümü bu son aylarda başa düşdüm. Bunu heç kim araşdırmayıb və deyiblər ki, davay, çirkin yollara əl atırıq. Nədir? Mehman Mamavın qəbrini dağıdacağıq. Mehman Mamavın qəbrini mundarlayacağıq. Mən demişəm ki, anam dünyasını dəyişib. Anam artıq yerin altında cənnətdədir və digər bir aləmdədir, bilmirəm. İnşallah ki, cənnətdədir. Çünki mənə gözəl tərbiyə verib, mənə düzgün təhsil verib, savad verib. Anam yerin altındadır. İndi yerin altını qassaq, sümükləri qalıb. Yəni insanın nə ruhu qalıb, nə heç nə. Mən deyim ki, İlham Əliyev, sən qəbrini də dağıda biləsən, qəbrini sənə hədiyyə də verəm, üstündə gülləri də göndərə bilərəm sənə. O yenə də işləməyəcək. Mehmanı mamanın qəbrini dağıdacaq, onunla susturacaqsan. Sən dəlisən, nəsən. Mehman o boyda sınaqlardan çıxan adamdır da. Mən 2010-cu ildən fəaliyyəti başlayanda məni zorlamaqla təhdid ediblər. Demişəm ki, şalvarımı çıxartmışam ki, gəz zorla. Həbsxanada şərləyib, həbs eləyiblər. Ölkədən 7 ilə yaxın ölkədən çıxışıma qadağa qoyulmuşdu. Həbsxanada ola-ola. Anamı öldürüblər, həbsxanada ola-ola. İkinci cinayət işi açıblar. Uzun müddətdə pasportu da olmayıb, doğru. Hə, pasportum da olmayıb. Həbsdən çıxmışam. Mən susmamışam da. Yəni bunlar hər şey bir insanı sındırmaq üçün, məhv eləmək üçün hər şey eləyiblər, amma mən oradan üzü ağ çıxmışam. Mən demişəm ki, mənim üçün mənim prinsiplərim var. Prinsip odur ki, insanlar, vətəndaşların sosial-iqtisadi durumu pisdir. Jurnalistləri susturmaqla İlham Əliyev düşünməsin ki, vətəndaşların problemini heç kim işıqlandırmayacaq. Yəni məsələ budur. Sonra başladılar, dedilər ki, Mamavın qəbrini dağıdacağıq. Dedim, istəyirsən dağıt, istəyirsən get qəbrin üstündə yallı get. Nə istəyirsən Mamavın qəbrini sök, orada bir villa tik özünə. Nə istəyirsən elə. Sonra artıq indi başlayıblar ki, Mehman Hüseynovu öldürəcəyik. Mehman Hüseynovu öldürüblər. Mehman Hüseynovu ay nə bilim nəsə eləyiblər. Yəni bu prosesləri mən sizin efirdə ilk dəfə deyirəm və bu cür yüksək mərhələlərlə gedir. Birinci mərhələ o idi ki,
çəkiblər məni. Ailə özlərinin qabağına kasetləri qoyublar, göstəriblər, mənə göndəriblər. Mən demişəm ki, mən susan deyiləm. Mən daha da artırdım dozanı. Sonra dedilər qəbir daşını, dedim qəbir də sənə qurbandır, götür. Bu. İndi nə mən ailə özlərindən danışıram. Əlaqəmiz yoxdur. Onlar orada İlham Əliyev girov kimi saxlayıb və belədir. Yəni Mehman Hüseynovu susturmağa alınmadı. Kontentin barədə danışaq Bəli. gəl. Bu doğru bilirəmsə, sənə artıq hətta Azərbaycanda olmadığın vaxtlarda da Azərbaycandan videolar gəlirdi, hansılar ki, sən paylaşırdın. Və sənə o videoları göndərən, hətta doğru bilirəmsə, bunu düzəlt əgər səhv deyirəmsə, sənin videoların altında şərh yazan, like edən adamlar hazırda həbsdədir. Bununla bağlı nə deyə bilərsən? Var. Deməli, məsələ o ki, mən yenə deyirəm ki, mən indi daha sərt formaya keçmişəm və daha maraqlı kontent yarada bilirəm. Çünki azad düşüncəli insanam və mənim ideyalarım çoxdur. Mən düşünürəm ki, mən elədiyim doğrudur. Mən 2010-cu ildən indiyənə qədər ümumiyyətcə xoşlamışam ki, vətəndaş jurnalistikanı da inkişaf elətdirim. Çünki artıq 21-ci əsrdə, 2025-ci ildə hər bir insan özü bir jurnalistdir. Yəni o gözləməməlidir ki, Meydan TV-nin jurnalisti, Abzas TV-nin jurnalisti gəlib Söydüldə çəksin. Yəni hər kəs özü telefonunu açır, TikTokda canlı yayımda vəssalam problem ortaya çıxır. Və qayıdırıq əvvələ. İlham Əliyev bizim ətrafımızı, jurnalistləri, dost tanışları, Meydan TV-nin jurnalistlərinin, Abzasın, Toplum TV-nin bunları tutturmaq, yəni həbs eləməklə, şərləyib həbs eləməklə düşünüb ki, məsələ həll olundu. Amma bu başa məsələ olundu, amma əks reaksiya gördü. Nə oldu? Həmin o sosial durumu pis olan, problem içində olan vətəndaşlar, kimdən ki polis rüşvət tələb eləyir və digər problemlər olan insanlar başladılar mənə yazmağa. Yazmağa ki, qardaş, jurnalist yoxdur, biz neyniyək? Mən deyim ki, nətə neyniyək? Sən özün jurnalistsən, çək, mən işıqlandırım, sənə elçi düşsünlər. Problemi belə həll eləyəcəyik. Amma mən bütün izləyicilərimə deyirəm ki, baha, yəni bu məsuliyyətlidir. Sən çəkdinsə, göndərdinsə mənə videonu, sonra demə ki, poz bunu. Yəni təhlükələri izah eləyirlər əvvəldən. Və başladılar bunu biz sınadıq və gördük ki, milyonlarla baxış gəldi. İnsanlar başladılar polis öz başlanğılığını çəkməyə, sosial problemlərini çəkməyə. O yağış yağanda görürsüz də, Bakı suyun altı, kanalizasiyanın altında üzür. Boğulur. Bakı kanalizasiyanın içində olur. Camaat çəkib göndərir, TikToka qoyur, heç ehtiyac yoxdur da mehmana. TikToka qoyur, mehman da TikTokdan götürüb qoyur. Və bunlar İlham Əliyev və ətrafı görəndə ki, jurnalistləri susturmaqla, həbsə atmaqla problem həll olunmadı. Daha da çox insanlar aktiv oldular və ona görə də bu xofu yaratmaq üçün, yəni bunun qarşısını artıq almaq üçün dedilər ki, neyniyək? Mehman Hüseynova göndərən, videoları göndərən bir-iki şəxsi tutaq və belə xof yaradaq ki, baxın ha, Mehman Hüseynov terrorçudur, Mehman Hüseynov pis adamdır. Ona video göndərənləri tutacağıq. Yəni bu da ona hesablanıb, başa düşdünüz? Jurnalistləri tutmaqla məsələ həll olunmadı. İnsanlar başladı özləri jurnalist olmağa, Mehmanla əməkdaşlıq etməyə və ona görə də İlham Əliyev məcbur olub ki, davayı bir-iki nəfər də tutaq, xof yaradaq ki, Mehman dövlətin düşmənidir. Bu oldu. Mənim 1 milyona yaxın TikTokda izləyicilərim var. Ümumiyyətcə, bütün platformalarda 3 milyona yaxın izləyicim var. Və elə oldu ki, bir gün mənə TikTokdan cavab gəlir ki, indi sizə onu deyim ki, TikTokdan mənə cavab gəlir ki, sizin TikTok profiliniz, səhifəniz yalnız Azərbaycanda bloklanıb. Yəni siz burada oturursunuz, Gürcüstanda, Türkiyədə, bütün dünyada olan Mehman Hüseynovu izləyən izləyicilər mənim kontentimi görür.
Bakıda, Azərbaycanda heç kim görmür. Deməli, biz bilirik ki, TikTok platformanın bir serveri də Bakıda və ya Türkiyədə qoyulub. O Qafqaz ölkələrinin serveri və artıq İlham Əliyev milyonlar xərcləyir ki, Mehman Hüseynovun TikTokunu ümumən bağlaya bilməz, çünki mən qaydaları pozmuram. Məhz belə Azərbaycan ərazisində o da pul verir və xidmətini istəyir. Yəni belə yolla şey eləmək istəyir də. Yəni Azərbaycanda artıq sənin səhifənə görsənmir. Amma mən en qədər mən də nə etmişəm? Mən çox ağıllı adamam da, çox ağıllı. Mən nə etmişəm? Mən 20 dənə profil açmışam. Bu bilirsiniz nə deməkdir? Yəni İlham Əliyev mənim 1 milyonluq TikTok səhifəmi ban qoymaq üçün pul verib. Yəni bu demir ki, salam TikTok bu hansısa nəsə verib ki, nəsə alsın da. Yəni mən əminəm ki, milyonlar töküb ki, bunu qapatsın. Bunu qapadıb mən də 20 dənə səhifə açmışam, başqa-başqa adlarla. Bütün səhifələrdən yararam, yenə də baxışlar gəlir. Və İlham Əliyev indi xüsusi xidmət orqanları bu profillərin dalınca düşsə, gərək hər profillərdə nə qədər pul töksün də, bunu da bağla, bunu da bağla. Yəni onların dar düşüncəsi, yəni o boyda dövlət nə qədər avam, nə qədər savadsız, nə qədər intellektsiz, nə qədər tupoydu ki, bunlar başa düşmür ki, bir səhifəni bağladın, milyonları tökdünsə, bunun nə var ki, bir dənə də açarsan, Mehman birini də açar, Mehman ikisini də açar, Mehman üçünü də açar. Mehman mifi var, Mehman susturmaq üçün öldürmək lazımdır da, mif var. Mehman səhifəsini bağla. İdeyanı beyinlərinə salmayaq. Bir şey soruşum. İndi və bütün bunları ona görə o videoları göndərənləri tuturlar. Bəzən görürsüz ki, hətta açıq elan verirlər ki, Mehmana göndərəni tutmuşuq. Bu yenə də xof o planın bir hissəsidir. Xof yaratmaq. Amma yenə göndərən varmı? Əlbəttə ki, var. Əlbəttə daha gözəl videolar göndərənlər var və yenə də Azərbaycan auditoriyasına xitab eləyirik. Sən də biz də Meydan TV olaraq baxmayaraq ki, Meydan TV də Azərbaycan ərazisinə bağlıdır sənin səhifələrində. Kontentin nədən? Səhifələrim yox, səhifəm Instagram, YouTube, Facebook, digər TikTok səhifələrim açıqdır. Hamısı açıq. Yəni belə deyək də İlham Əliyevin xərclədiyi o bir Mehman Hüseynovun bir TikTok səhifəsini bağlamaq üçün milyonlar boşuna getdi. Və mən əminəm ki, siz deyirsiniz ki, Meydan TV-də bloklanır filan. Mən deyirəm ki, o yalandır da. Meydan TV-ni rayonlarda, kəndlərdə izləyənlər var. Meydan TV-yə əgər bu gün hansısa bir video paylaşılırsa, 100 nəfər baxıbsa, tutam ki, onun birinci 100 nəfərin içində Vilayət Eyvazov da var, İlham Əliyev də var. Yəni izləyirlər, bilirlər, narahatdırlar. Yəni siz düşünməyin ki, jurnalistləri tutublar, blok ediblərsə bundan dayanmaq lazımdır. Dayanmaq lazım deyil, üstlərinə getmək lazımdır və biz göstərməliyik ki, hər şey pul deyil də. Yəni İlham Əliyev üçün onu dərk eləməlidir ki, bütün problemləri həll etmək üçün pul önəmli deyil də. Yəni burada başqa mexanizmlər fikirləşməlidir. Onun üstündə də düşünmək istəmir. Bu deyir ki, pulum var, qopot da onu o ləhcə ilə. Boğla da o səhifəni boğla, bunu tut. Kim Meydan TV-nin jurnalistləri yazır, tut həbsə at. Yəni o başa düşməlidir ki, həbs çıxış yolu deyil də. Həbs elədin, bir zamandan sonra buraxacaqsan. Yəni bu sənin gördüyün nədir? Məsəl üçün yenə də Azərbaycanda jurnalistlər həbs olunub, fəaliyyətimiz etiraf edək ki, bir balaca problemə çevrilib, çünki Azərbaycan ərazisində fəaliyyət göstərə bilmirik və orada baş verənləri çəkə bilmirik. Nə sən edə bilirsən bunu, nə biz media olaraq edə bilirik. Vətəndaş jurnalistikası da belə deyək də, nə qədər də olsa bir az qorxuda bilirlər o adamları. Səncə bunu necə, bundan sonraki addımları nə olacaq hökumətin? Sənin fikrincə, yəni məsələn bəlkə məndən razı deyilsən, effektiv oldumu
atdığı addımlar, gördüyü tədbirlər hökumətin bizə qarşı, azad mediaya qarşı və blogerlərə qarşı və deyilsə də, effektivdirsə, deyilsə də yenə də davam etmək istəyəcək, nələrsə eləmək istəyəcək. Hansı addımlar atacaq? Məncə təkcə xaricdəki jurnalistləri və aktivistləri, siyasətçiləri qorxutmaqla, xof yaratmaqla dayanmayacaq kimi görünür. İlham Əliyev dayanmayacaq. Ümumiyyətlə İlham Əliyev mən düşünürəm ki, elə bir dövrü yaşayır ki, onda o qorxu içindədir, təlaş içindədir. Neftin pulu azalır, dövlət büdcəsində pul azalır. İnsanlara iş yerləri vermir. İnsanlar bir çörək almaq üçün qonşudan nisiyə pul götürür və ya qohumundan nisiyə götürür. Amma elə bir dövrən olacaq ki, heç nisiyə çörəyi verən də olmayacaq. Deyəcəklər ki, vermirik də qardaş. Bax, insanlar onda ac olacaq, işsiz olacaq və insanların itirəcəyi heç nə olmayacaq. İlham Əliyev bilir ki, 2026-cı il çox ağır il olacaq. Mən düşünürəm ki, sosial şəbəkələrdə insanlarla danışıram, mesajlarını alıram və görürəm ki, iqtisadi, sosial durum bərbad vəziyyətdədir. İlham Əliyev, əgər mən bunu bilirəmsə, mənim Instagramda yarım milyon izləyicim var, hər gün yüzlərlə mesaj alıram. İlham Əliyev 10 milyondan xəbər alır da ki, o bilir axı vəziyyət pisdir. O bilir. Kim ki deyir ki, o xəbəri yoxdur, o boş söhbət. İlham bilir. Ona görə qorxu içindədir, ona görə təlaş içindədir, ona görə Ramizin belini qırıb, bəylərin belini qırıb. O artıq özünü idarə edə bilmir. Özünü idarə edə bilmir və məsələni belə həll etmək istəyir ki, həbsxana, cinayət işi açmaq, qorxu, xof yaratmaq. Yəni o düşünür ki, qorxu, xof olsa cəmiyyət də susacaq, o da vəzifədə qalacaq və necəsə idarə eləyə biləcək. Və demək istədiyim budur ki, yəni bu indi atdığı addımlar əslində qalsa, yəni belə deyək də, şuurlu addımlar deyir, agoniyada olan bir insanın etdiyi şeylərdir ki, son elə bir alətdir ki, əl atıb. Tam doğru. Tam doğru. İnsan, məndə də elə məqamlar olub ki, həyəcana düşmüşəm, demişəm, vay Allah, neyim, olur da. İndi bu o vaxtda dövlət deməyək də, Azərbaycanda dövlət deyilən bir şey yoxdur. Ora quldarlıq ölkəsidir, belə dövlət deyil ora. İlham Əliyev də indi təlaş içindədir və biz, yəni mən sizin vasitəsindən demək istəyirəm ki, hər kəs, hüquq müdafiəçisi, xaricdə olan blogerlər, jurnalistlər, iqtisadçılar, hər kəs öz üzərinə düşəni davam eləməlidir, durmamalıdır. Misal üçün, Mehman blogerlik, jurnalistikana məşğuldursa, bunu davam elətdirməlidir. Altay Göyüşov tarixçidirsə, araşdırmacıdırsa, onu davam elətdirməlidir. Əraslı Novruzlu və digər siz hamı öz işinə davam elətdirməlidir. Və mən düşünürəm ki, nəticədə mütləq şəkildə bir uğur olacaq. Hansısa uğur. Misal üçün, mən həbsxanadaydım, 2-ci cinayət işi açıldı. Acılığa oturdum, dedim ki, ya mən azadlığa çıxacam, ya öləcəm. İnanırdım. İlham Əliyev məcbur qalıb küçələrdə məktublar alırdı, yığırdı. Ondan sonra əfv fərmanı imzaladı, insanları buraxdı, jurnalistləri buraxdı. Amma Sedaham, onu da qeyd edeyim ki, hər kəs mehman kimi ola bilmir də. Misal üçün, mən deyirəm ki, mən düşünürəm ki, həbsxanada bizim dostlarımız var. Mən əminəm ki, o dostların bir hissəsində şəxsi həyatını çəkiblər. Mən əminəm ki, bir neçə barmaqla sayılacaq adam varsa həbsxanada, siyasi məhbuslar, onları bu seks kasetlərinə şantaj eləyiblər. Məndə fakt da var, bu adını da demirəm. Eləyiblər. Və biz bilmirik ki, mən həbsxanada, mən bir dənə şükür eləyirəm, Allah sənə çox şükür. Mən bir dənə şükür eləyirəm ki, mən həbsxanada deyiləm. Yəni həbsxanada bu şantaj videolarından üz-üzə qalmadın, onu nəzərdə tutur. Əlbəttə ki. Elə olan halda başqa cür hərəkət də eləyə bilərsən. 100%. Və düşünürsən ki, indi həbsdə olanlar çox güman sənin, yəni hamısı yox, barmaqla sayılacaq 1-2-3 nəfəri fakta söykənərək bilirəm ki, həmin o belə deyək də, üsulla şantaj olunurlar. Amma söhbət ondan getmir. Yəni mən həbsdə olsaydım,
bu görüntüləri yaysaydı, mənim cavab verməyə hüququm yoxdur axı. İnsanlara nə deyəcəm və s. Yəni mən bir dənə İlham Əliyev bir dənə bəlkə də Əlin Ağayevi, Vilayət Eyvazov, Kamran Əliyevi hər gün çağırır. Qapaz deyir ki, Mehman Hüseynov necə vaxtında onu tutmadıq. Bir dənə ona heyfslənir ki, Mehman Hüseynovu necə vaxtında tutmadıq. Yəni onu qeyd edim ki, hörmətli izləyicilər, bir insanın seks səhnələri çəkilirsə, o boşuna çəkilmir də. Hansısa məqamda lazım olacaq və bu insana təsir etmək üçün bu çəkilir. Yəni bu seks səhnələri mırtda çəkilmir. Bu çəkilir ki, bir məqam olacaq. Deyəcək ki, Mehman gəl bura. Salam əleykum, bu var. Davay, gəl indi malala. Biz tərəfə keç. İndi mən düşünürəm ki, mənim də belə üsulla, mən həbsdə olsaydım, o üsulla mənə gəlsəydilər, mən bəlkə deyərdim ki, davay da mən siz tərəfə keçirəm, malalayaram. O bəzi yazıçılar var, siyasətçilər var, hansı ki malalayır. Bir də görürsünüz ki, bəzi yazıçılara ev verirlər. İlham Əliyev, Heydər Əliyev fondu ev verir, o yazıçıya, bu yazıçıya. Olur da, siz görürsünüz. Və mən düşünürəm ki, o durumda olsaydım mənim üçün bu ölüm kimi bir şeydir. Yəni mən artıq ruhən mən ölmüş kimi bir şeyim. Amma indi qalmaq üçün, hava udmaq üçün, yemək üçün hə də şey eləyəsən. Amma mən vicdanlı adamam. Mənim vicdan buna yola verməzdi. Mən yenə deyirəm ki, Mehman Hüseynov heç bir təhdidə, şantaja, heç bir üsula sınan adam deyil. Mən tələbim yenə də birdir. İlham Əliyev, Əlin Ağayev, Vilayət Eyvazov, Kamran Əliyev araşdırmalıdırlar ki, Mehman Hüseynovun yatağına kim kameranı qoyub, Mehman Hüseynovun yatağını kim çəkib və Əlin Ağayev və Vilayət Eyvazov, İlham Əliyev mənə cavab verməlidir ki, Mehman Hüseynovun o seks yatağı, o səhnəsi hansı məmurun övladı üçün və ya hansı vəzifəli şəxs üçün bu maraqlı idi. Bax, bunun cavabı mənə deyilməlidir. Ondan sonra biz düşünə bilərik ki, Mehman daha yumuşaq formaya keçməlidir, yoxsa dozasını artırmalıdır. Amma heç bir halda Mehman susmayacaq. Və çox qısa cavab istəyəcəm buna. Yəni sən ümumiyyətlə hesab eləyirsən ki, bu cür seks çəkilişlərini, effektivliyini yox etmək üçün mən onu yox eləyəcəm. Onları ignor eləmək lazımdır. Əlbəttə ki, bir insanı seks kasetinə heç vaxt şantaj etmək olmaz. Bu ağla sığmaz, bu terrordur, başa düşürsünüz? Bu olmaz, bu bir qaydadır. Bu olmaz. Mehman Hüseynov şantaj etmək ümumiyyətcə olmaz. Və mən əminəm ki, indi peşmandılar ki, bunu elədilər. Bir var ki, bunu sözdə deyərdilər ki, Mehmanı çəkmişik. Ay Mehman, səni çəkmişik. Susacaqsan yoxsa yox. Bir də var ki, mənə görsədiblər, mənə göndəriblər və deyiblər ki, 4-5 il ərzində səni çəkmişik. Mən deyirəm ki, indi İlham Əliyev cavab versin. Yaysın, istəyir serial çəksin, nə istəyir eləsin. Mən icazə verirəm. İnsanlar da baxsın, kimə bu xoşuna gəlirsə, baxsın, kef eləsin. Mən açıq, kef eləyin. Amma İlham Əliyev unutmasın ki, mən sabah Ceyhun Bayramovla hansısa ATƏT-in tədbirində, mən sabah Leyla Əliyeva ilə BMT-də, mən sabah İlham Əliyevin özü ilə BMT-də və digər bir beynəlxalq konfransda Vilayət Eyvazovla, nə bilim, fərqi yox da, Səməd Seyidovla, deputatlarla üz-üzə gələcəm. Bu qaçınılmazdır. Misal üçün, İlham Əliyevin məni həbs eləməsi artıq nisyə söhbətdir. İlham Əliyevin məni həbs eləməsi getdi, o qatar getdi. Amma mənim İlham Əliyevin ailə üzvləri ilə və ya Ceyhun Bayramovla, başqa vəzifəli şəxslə üz-üzə gəlməyim, bu realdır. Amma İlham Əliyev məni heç vaxt şantaj eləyib, həbs eləyə bilməyəcək. Mehman, çox sağ ol ki, bu qədər açıq danışdın və məncə təşəkkür edirəm. Ümumiyyətlə bu mövzu həqiqətən də çox vacib mövzudur və bəlkə bir çoxlarımızı da düşündürəcək ki,
belə bir kozeri əlindən alaq hökumətin Doğru. və Bu daha mif istifadə dağılmalıdır. Bunu heç kimlə şantaj eləmək olmaz. Çox sağ ol. Sağ olun.